Tarixdə ilk dəfə bir nəsil öz əvvəlki nəslindən zəka olaraq geriyə qaldı. Və bu, bəhs elədiyimiz Z nəslidir. Yəni, 1997 və 2010-cu illər arasında anadan olanlar bir çox testlərdə göstərildi ki, bir öncəki nəsildən zəka olaraq IQ testlərində geridilər. Səbəb nədir? Əsasən diqqət əksikliyi, problemləri həll etmə qabiliyyətləri, oxuma və riyaziyyatda geri qalırlar. Günahlandırılan isə artan ekran vaxtı, üstün texnologiyalardan çox istifadə edilməsi, qısa videolar və qısa məzmunlu öyrənmələrdir. Bu teoriyanı ortaya atan Dr. Horvat'ın iddiasına görə tarix boyunca insanlarda öyrənmə üz-üzə olmuşdur və artan texnologiyalar əfsuslar olsun ki, öyrənməni artırmamışdır. Sırf bu səbəbdən bəzi Avropa ölkələri məktəblərdə iPad və telefonları, yəni elektronik tabletləri qadağan etdilər və bunun yerinə təzədən kitablara döndülər. İsveç 2024-cü ildən, Danimarka isə 2026-cı ildən buna başladı. Bəzi alimlər bunu qəbul edə bilmir. Z nəslinin zəka səviyyəsi tamamilə fərqli yöndədir. Onlar 3 səviyyəli düşünmə, material toplanma və yeni texnologiyalara adaptasiya bunlarda ən üst səviyyədədir tarix boyunca və ümumiyyətlə IQ testinin həqiqətən zəkanı göstərmədiyini iddia edirlər. Hər nəysə, mövzunu toplayacaq olarsaq, övladlarımızın zəka səviyyəsini artırmaq istəyiriksə, qısa videolar və qısa öyrənməli məzmunlu məlumatlar qadağan edilməlidir. Ekran vaxtı minimalizə edilməlidir. Telefon ancaq danışmaq üçün istifadə edilməlidir. Təşəkkür edirəm.